Şərqi Zəngəzur Regional Məşğulluq Filialı və Qubadlı rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şərqi Zəngəzur Regional Təhsil İdarəsində Qubadlı rayonunun Zilanlı və Mahruzlu kəndlərinə köçürüləcək sakinlərlə görüş olub. Sakinlərə işğaldan azad olunan ərazilərdə icra olunan aktiv məşğulluq tədbirləri ilə bağlı məlumat verilib. Şərqi Zəngəzur Regional Məşğulluq Filialının müdiri Sənan Məmmədzadə Qubadlı rayonuna köçürüləcək vətəndaşlarla görüşüb. Görüşdə vətəndaşların müraciətləri dinlənilib, onların ilkin olaraq məşğulluq imkanları qiymətləndirilib və məşğulluq tədbirləri ilə bağlı məlumat verilib. Qarabağ Regional Məşğulluq Filialının nümayəndələri tərəfindən Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə peşəyönümü məsləhət xidməti təşkil olunub. Tədbirdə şagirdlərə ixtisas seçimi, gələcəyin peşələri barədə ətraflı məlumat verilib. Şərqi Zəngəzur Regional Məşğulluq Filialı və Zəngilan rayon Meliorasiya və Su Təsərrüfatı İstismar İdarəsinin birgə təşkilatçılığı ilə vətəndaşların müəssisədə mövcud olan aktiv vakansiyalara qəbulu məqsədi ilə müsahibə təşkil edilib. Müsahibədə namizədlərin məlumatları qəbul olunub, işə qəbul prosesinə başlanılıb.